Xanım Zeynəbin gördüyü gözəlliklərin içində ən mühümü bu idi ki, bir imam görürəm, imamlığını faş eləyib. Bir imam görürəm ki, həqiqətini ortaya qoyub. Bir ilahi höccət görürəm ki, insanlıq üçün nələrindən keçir, nələrə hazırlaşır, nələri elədi. Başı bədənindən ayrıldı. Xanım Zeynəbin gözəllik dediyi budur. Xanım Zeynəb görürdü ki, bir imam ki, o əzəmətində, o ucalıqdadır, insanlıq üçün özünü fəda edir. Deyir ki, bu gözəllikdir. Baxmayaraq ki, qan axdı, qol kəsildi, göz oxlandı. Amma bu necə bir mənzərədir ilahi? Kərbəla çölündə dünyada ilk dəfə bənzəri olmayan bir hadisə baş verdi. Yer üzündə ilk dəfə bənzəri olmayan bir hadisə baş verdi. Bir də bilirsiniz də İmam Hüseyn əleyhissalam Kərbəlada gəldi, soruşdu bura nədir? Dedilər kərb-i bəladır. Dedi ki, kərbdən və bəladan Allaha pənah aparıram. Sonra xəbər verdi yaxınlarına ki, peyğəmbər dediyi yer buradır. Biz burada şəhid olacağıq. Sonra deyirlər ki, İmam Hüseyn əleyhissalam o torpağı kimin ərazisi idisə, yaxınlıqdakı qəbilələrdən pulu ilə aldı ki, qoy bura mənə məxsus olsun. Pulu ilə o torpağı aldı. Xanım Zeynəb nəyi görür? Çünki ilahi övliyadır, elmi də lədunnidir, əzəmətli qadındır, bəsirəti açıq xanımdır. Görür ki, elə bir yerdir, dünyada ilk dəfə və sonuncu dəfə ilahi övliya qəribə bir iş görür. Öz müqəddəs canını bilərəkdən seçim qarşısında qalıb bu seçimi seçərək öz müqəddəs canını, özdə tək özünü də yox, balalarını da bunu yaddan çıxartmayaq. İnsan bəzən öz canından keçər, düz deyil, İmam Hüseynin canı çox müqəddəsdir, çox dəyərlidir, hər şeyə vermək olmazdı. Amma balalarını da gətirir. Hər kəsə cavabdehdir, gətirir və insanlıq üçün qurban verir özünü. Qurban verir özünü. Xanım Zeynəb deyir ki, bu gözəllikdir.